Salam əziz şagirdlər. Deməli, bu gün üçbucaqların konkretlik əlaməti, falis teoremi və üçbucağın orta xətti haqqında danışacağam. Bölmə çox sadə bölmədir. Yəni bu bölmə çox asan bölmədir. O baxımdan da xahiş edirəm ki, suallara diqqətli şəkildə baxın ki, izahlara çətinlik olmasın. Vaxt itirmədən keçək birinci suala. Deməli, deyib ki, perimetri 16 olan bərabər yanlı üçbucaq uşaqlar. Bərabər yanlı üçbucaq nədir? Yan tərəfləri bərabər olan üçbucağa bərabər yanlı üçbucaq deyilir. Oturacağı paralel orta xətt. Deməli, bu orta xətt. Orta xətt nə idi? Tərəfi 2 hissəyə bölən eyni böləcəkdir. Deməli, bərabər yanlıdır axı. Müxtəlif olsa da 2 dənə xətt qoyacaqdım. Bu 5-dir. Bu 5-dirsə bu da 10-dur. Deyib yan tərəfin uzunluğunu tap. Bax, üçbucağın perimetri nədir? Bütün tərəflərin cəmi. Buna A desəm, buna da A deyəcəm, bu da 10-dur. A üstə gəlsin A, üstə gəlsin 10 bərabərdir. Deyib perimetri 36-dır. 36, 2A bərabərdir 36, A da bərabərdir 36-dan 10 çıxanda 26, A deyəcək 13. 26-nı 2-yə bölür və ya 36-dan 10-u çıxıram, bölürəm 2-yə, elə də 13. Cavab D bəndi. Qurtardı. Keçək indi suallara, üstündə ilə işləyəcəm. Onsuz köhnə kitabdır. Ayım deyib 6-dır. Deməli, orta xətt olduğu bu da 6-dır. Özü deyib 6. Bu 7-dirsə bu da 7-dir. Bu da orta xətt olduğu bu yaşı olacaq 8. Deyib ki, BMN perimetrini tapan, bunun perimetrini deyib. Perimetrini tapanda bu tərəflərini toplayacağım. 14, 21. Cavab 21 olacaq. Y bəndi. Üçüncü sualda da eyni qayda. Onda üstünə işləmirəm. Falis teoremi lap asandır. Nisbətlərin eyni bölünməlidir. 6, 6. X deməli 6 imiş. 5 imiş bu da. Bunlar da 5, 5 bölür. Eyni nisbətdə bölür də. Bu 8 idisə, deməli bu da hamısı 8 olacaq. Deməli 6-dan da 5-in cəmi 11 deyəcək. Bu da Y bəndi. Bu da eyni qaydadır. Bu da 6-cı sualda. Buna öz baxacaqsınız. Deməli, baxın. Üçbucağın orta xətti, uşaqlar, A bərabərdir, həmişə 2B-dir. Dedim axı, 2B olub ki, yarısı B eləyib. Deməli, aşağıda yazıram. A üstə gəlsin, B özü verib 15. A-nın yerinə 2B yazıram. 2B üstə gəlsin, B bərabərdir 15-ə. 3B bərabərdir 15-ə. B-ni də tapanda 15-i 3-ə böləndə 5. Cavab 5 olacaq. İndi bizə nə istəyib? A-nı istəyib. A-nı da tapanda gətirib B-nin yerinə 5 qoyacaq. 2 5-imdə 10 deyəcək. Cavab 10 olacaq. Bunda da eyni xassədir. Gətirib A-nın yerinə 2B qoyacam. 2B-dən B-ni çıxanda 5 və onunla da işləyəcəm. Deyib ki, təpələri verilmiş körbucaqlı üçbucağın tərəflərinin orta nöqtəsi olan üçbucağın iti bucaqların sayını tapın. Baxaq elə bir də oxuyaq. Təpələr körbucaqlı üçbucaqdan danışıblar. Neçənci sualdır bu? 11-ci sual. Deməli, körbucaqlı üçbucaq çəkirdim güya. Körbucaqlı üçbucaq təpələri verilmiş körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan təpələri bir belə, bir belə, bir dənə də belə. Ondan başqa nə deyib? Deməli, təpələri verilmiş körbucaqlı üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın iti bucaqların sayını tapın. Deməli, onda baxaq elə hansı növ üçbucaq olacaq. Bu üçbucağın 3 dənə iti bucağı vardır uşaqlar. 3 dənə. Məncə cavab 3 çıxıb. Bir də 11-ə baxacağam cavabına. Üçbucaqlar gözlüyüm işləyək. Üçbucaqlar falis teoremi. Neçənci sual idi bilmədim. Gözlüyüm işləyək. Deməli, bu sual 11-ci sualdır. 11-də cavab D bəndidir. Falis teoreminin üçbucağı orta xətti. 11-də D bəndi. 2 dənə. Ay uşaqlar. Bu, baxın bir dənə diqqətlə. Bu bucaq körbucaqdırsa, deməli, bu da körbucaq olacaq. Bunun orta xəttinin əmələ gətirdiyi üçbucaq var. Bu da körbucaq. Deməli, bunun elə özünün 2 dənə iti bucağı yoxdur. Deməli, bunun orta xəttinin əmələ gələn üçbucağın da
belə deyim də, üçbucağın da bucaqları ikisi iti olacaq, bir dənəsi kör olacaq. Bunda da yenə də düzbucaqlı, üçbucaqlıda bir dənəsi, iki dənəsi iti bucaq olacaq. Üçbucağın orta xətti bu, orta xəttinə paralel olan. Deməli, 13-cü sual. Üçbucağın orta xəttinə paralel olan tərəf 5,4 deyib ki, üçbucağın orta xəttinə paralel olan 5,4. Baxa biləndə, üçbucağın orta xətti paralel tərəfinə. Hə. Deməli, uşaqlar, bu x plus 5,4-dür, bu x-dir. Bu belədir də. Deyib ki, üçbucağın orta xətti ona paralel olan tərəfindən 5,4 vahid kiçikdir. Deməli, uşaqlar, x plus 5,4-ü tapanda bunu həmişə x-i verəcəm nəyə? 2-yə. 2x eləyəcək. X elədi 5,4. X elədi 5,4. İndi bizə nə istəyib? Deyib ki, üçbucağın bu tərəfi ilə orta xəttin cəmini tap. Bu tərəf orta xətti oldu 5,4. 5,4 üstə 5,4 gələndə 10,8. Bu oturacaq 10,8 üstə gəlsin 5,4 toplayanda 2. Bunu toplayanda 18,2. Cavab eləyəcək 18,2. Heç elə bir cavab yoxdur. Nə səhv eləmədik? Bir dənə baxaq. Yox, 18-dən niyə? Bununla bunu toplayanda 2, 16,2. 16,2 cavab deyibəndir. İndi bir keçək 15-ci suala. 15-ci sual. Bərabər yanlı üçbucağın oturacağına paralel olan orta xəttin uzunluğu. Deməli, yenə də bərabər yanlı üçbucaqdan danışıblar. Oturacağına deyib ki, paralel olan orta xəttin uzunluğu. Orta xəttin uzunluğu 4-dürsə, oturacaq 8 olacaq. Həmişə xassəyə belədir. Perimetr 22-dirsə, bəxt işlədi bunun. 22-dən 8 çıxacam. 14, deməli, bu da 7-dir, bu da 7-dir. Deyib, yan üzün sahəsində tabii 7 olacaq. Cavab 7 olmalıdır. İndi buna baxaq. Üçbucağın tərəflər nisbəti 2, deməli, üçbucağın tərəflər nisbəti 3, 4, 6 kimidir. Tərəfləri bu üçbucağın orta xətti olan, ikinci üçbucağın perimetri. Uşaqlar, baxaq bir dənə diqqətlə. İndi bilməliyik ki, əgər bu üçbucağın özünün tərəfləri 3-dürsə, 3K-dırsa, nisbətlər deyib 4K-dır, bir də 6K-dır. Bunun orta xətti deyəndə 6K 2-yə bölünəcək 3K. Bunu belə bir orta xətt çəksəm, bu olacaq 2K. Bununla paralel olduğu üçün. Bu da olacaq 1,5K. Deyib perimetr. Bu üçbucaq var, balaca üçbucaq. Onun perimetrini necə taparam? 3-dən 2-ni toplayanda 5. Üstə də 1,5 gələndə 6,5K bərabərdir. Nəyə? 5,2-yə. X-də tapanda deməli elədə baxaq üçbucağın deyib ki, bu üçbucağın orta xəttləri olan ikinci üçbucağın perimetri 5,2-dir. K-nı tapanda olacaq 5,2 bölünsün 6,5. İkisini də ona verərəm. 52 bölünsün 65. İkisini də 13-ə bölsəm qalacaq 4, bu da qalacaq 5. K ilə də 0,8. Deyib ki, birinci üçbucağın böyük tərəfini tapın. K-nı neçə tapdım? 0,8 tapdım. 0,8 tapdığım üçün burada gəlib K-nı tapaq. Əvvəlcə, bax. Bu neçə olacaq? 3,2 olacaqdır cavab ilə uşaqlar. Bunun bax, böyük tərəfi. Hansı tərəf oldu bu tərəf? 6 vurma. K-nı neçə tapmışam? 0,8 tapmışam. 6-nı da 0,8 verəndə 4,8. Belə. Düzbucaqlı üçbucağa keçir uşaqlar. Deməli, bu sadədir. Düzbucaqlı üçbucağın hipotenuzu 13-dürsə, katetlərdən biri 12-dirsə, digər düzbucaqlı üçbucağın obye kateti 5 olacaq uşaqlar. 5, 12, 13 üçbucağın məncə yaxşı bilirsiniz. 13-ün kvadratından 12-nin kvadratından çıxanda
olacaq. Deməli, və ya çəkim. Əzbər şəkildə bilməyən dostlarımız üçün çəkirəm bunu. Deməli, 5, 12, 13. 5-in kvadratını 12-in kvadratını toplayanda həqiqətən də 13-ün kvadratı alınır. Və ya bunu bilmirəm, nə x deyirəm. Fərq teorem tətbiq edirəm. X kvadratı plus 12-nin kvadratı bərabərdir 13-ün kvadratına. X kvadratı plus 144 bərabərdir 169. X kvadratı bərabərdir 25. X bərabərdir 5. Belə tapa bilərsən. Düzbucaqlı üçbucağın uşaqlar, bu pi bölünsün 5 sizi çaşdırmasın. Pi bölünsün 5 nə deməkdir? Pi 180-dir. 180-i 5-ə böləndə olacaq 36. 36. Deməli 36-dır. Bir dənə bucağı, düzbucaqlı üçbucağın bir dənə bucağı 36 olarsa, digər bucağı 90-dan 36-nı çıxacaq. Bu deyəcək 54. Müəllim, bəs radianla necə ifadə edək? Hamısını yoxla, ən yaxşısı elə bunlar keçməmişik də. Bax, pi özü 180-dir. 180 15 bölündə 12, 12-nin 4 rəqəmində 48. Amma mən 54-ü tapmalıyam. Ondan sonra pi özü 180-dir. 180-i 10-a böləndə 18, 3-ə böləndə 54. Görürsən, bununla tapmaq olar. Bunu inşallah qabaqçı bölmələrdə deyəcəm. Uşaqlar, baxın, hipotenuz 10-dur, katet 6-dırsa, digər kateti tapanda 10-un kvadratından, lap yazaq, x kvadratı bərabərdir. 10-un kvadratından çıxacam 6-nın kvadratını. Belədir də, bəli, 6-nın kvadratı. Şifayı bilənlər üçün lap əla. X bərabərdir, bir dəfə x kvadratı bərabərdir, bir dəfə 10 çıxılsın 6, çıxılsın 6, bir dəfə də 10 üstə 6. X kvadratı olacaq 4, eləcə 64, o da eləcə 8. Şifayı bilənlər üçün 6, 8, 13 bucağı var. 5, 3, 4 olacaq. 8, bax. 30 dərəcəli bucaq qarşısında dayanan katet hipotenuzun yarısıdır. Deməli, 8-in yarısı neçədir? 4-dür. Bu bucaqda 60-dır da. 60-ın qarşısında dayanan tərəf 4 kök altında 3. Belə olacaq. Bərabər yanlı üç bucağın, deməli, bu deyib ki, A, bu da A-dır. AD, DC bərabərdir. Hə, deməli bu medianı imiş, həm hündürlüyü imiş onda, həm də tənbölən imiş. Bərabər yanlı üçbucağın təpəsindən çəkilmiş median həm hündürlük, həm də tənböləndir. ABC neçədir? Deməli buna M desəm, uşaqlar, bu da M olacaq. Eyni böl baxa. Ümumi nə qədərdir? 32-dir. Deməli 2A plus 2M bərabərdir 32-yə. A plus M bərabərdir 16-ya. Belə. Başqa bir şey verilib bizə. Hə, AD-nin bunu da vermişdi elə bizə. Hə, bunu da verib də bizə. 6, bu da 6. 6 6-dırsa, M qiyməti 6-dır, A olacaq 10. Bu da elə də 10. Yazacağam 10. Və düzbucaqlı üçbucaq. Hipotenuz 10-dursa, katetin bir dənəsi 6-dır. Hipotenuz digər katet neçə olacaq? 8 olacaq. Deməli, birinin neçə imiş? 8 imiş. Cavab C bəndi. Hə, belə. İndi bu suallar biraz sizi çaşdıra bilər. Çətinliyi olan suallar bunlardır. Bunlardan izah edəcəm. Uzunluğu A-ya bərabər olan düz xətt. Deməli, bir dənə düz xəttdir. Bunun uzunluğu A-dır. Deyib ki, A-ya bərabər olan düz xətt parçanın uc nöqtələrinə paralel düz xəttlər üzərində onlarla 60 dərəcə əməliyyətlərə gətirir. Deyib ki, uzunluğu A-ya bərabər olan düz xətt parçasının uc nöqtələrinə paralel olan düz xəttlər üzərindədir və onların bir gözüm, bunu mən özüm onu yarada bilim. Deməli, A-ya bərabər olan düz xətt parçasının uc nöqtələri. Bunu uşaqlar sonda baxaraq qaydacam bu suala. İstəmirəm video çox sanılsın. Bu məncə asan oxşayır. Üçbucağın bucaqlar nisbəti. Deməli, uşaqlar, üçbucağın bucaqlar nisbəti 1, 2, 3-ün nisbətindədirsə, deməli 10-cu sual tapanda buna birinci bucaq, ikinci bucaq, üçüncü bucaq, ikinci bucaq və üçüncü bucaq deyəcəm. Buna K deyəcəm, buna 2K deyəcəm, buna da 3K deyəcəm. Cəmi 180-dir. 6K, bunlar toplayanda 6K bərabərdir 180-ə. K-nı da tapanda 186-ya böləcəm, eləcə 30. Bu
Bu 30'dur deməli. Bu 60'dır. Bu da 90'dır. Deməli, onda uşaqlar 30'un qarşısında dayanan tərəf bu olsun. 60'ın qarşısında dayanan tərəf bu. Nə deyib? Deyib ki, kiçik tərəf ilə böyük tərəf. Bax uşaqlar, 30 dərəcəli buzaq qarşısında dayanan katet A-dırsa, hipotenuz 2 olacaq. Bu da A kök altının 3 olacaq. Qaydamızdır, yəni qaydanı oxumaq lazımdır. İndi deyib ki, kiçik tərəf A-dır. Üstünə də 2A gələndə deyib 7,2-dir. 7,2. 2 A-dan A-nı toplayanda 3A 7,2-dirsə, A olacaq 2,4. A-nı tapdım 2,4. Bu da olacaq 8,4. Deyəcək 2,4 kök altında 3. Belə. Böyük tərəfin uzunluğunu tapın. 8,4 olacaq. 8,4. Baxaq, nəyə səhvlədik? 2,4 olanda 4,8-dir. Cavab 4,8 olacaq. Bərabər yanlı düzbucaqlı üçbucaq 12. Bərabər yanlı düzbucaqlı üçbucaq. Üçbucağın oturacağı bərabər yanlı. Bu bərabər yanlı üçbucaq nədir uşaqlar? Yan tərəflə eynidir, bitişik bucaqları eynidir. Təpə bucağı neçədir? 90'dır. 90 isə deməli düzbucaqlıdır. Düzbucaqlı bərabər yanlı üçbucağın yan tərəfləri eynidirsə, deməli oturacağı bitişik bucaqlar da eyni olmalıdır. 180-dən bu 90'ı çıxıram, bölürəm 2-yə, bu 45, bu da 45. Müəllim, 45 üçbucağı. Gəlib bu qabağımıza çıxdı. İndi deyib ki, bu üçbucağın oturacağı 8'dir. Baxın bir dənə. 8-dirsə 2 hissəyə bölünəcək də. Bu 4'dür. Bu da 4'dür. 8 idi ümumi, median olsun. Deməli bu da 45 imiş. Bu da 45 imiş. Bu da. Deməli bu bərabər yanlı düzbucaqlı üçbucaq deyil. Bu 4'dürsə, bu da 4 olacaq. Bizdən də bu hündürlük istəmişdi. Cavab 4 olacaq. Belə. Bərabər yanlı üçbucağın düzbucaqlı üçbucağın hipotenuzu seçilmiş hündürlük 6 olası hipotenuzunu tapın. Elə hündürlük 6'dırsa, hipotenuz 12 qat olacaq, 12 olacaq. Niyəsinin səbəbini deyirəm. Biz belə bir qayda demişdik ki, düzbucaqlı üçbucaqda təpədən çəkilmiş median 6'dırsa, hipotenuz həmişə 12 qat olur. Hündürlükdən bəs nəyə əlaqəsi var? Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş median həm hündürlük, həm də tən böləndə, deyə bilərdi tən bölən 6 olasa median hipotenuzu tapın, yenə 12 olacaqdır. 12 qat olacaqdır. Yəni belə uşaqlar, baxaq bir dənə. Bu 3'dür. Bu 1-dən 1'in cəmi. Bax olacaq. Birincisi, mən buna A desəm bu tərəfə. Bu düzbucaqlı üçbucaqda mən bağını tapa bilərəm. A kvadratı plus 1-dən 1'i toplayanda 2'nin kvadratı bərabərdir 3'ün kvadratına. A kvadratı bərabərdir 9, 9'dan 4 çıxanda 5. A neçə olacaq? Kök altında 5. A oldu kök altında 5. Baxın, fokuslanaq bu üçbucağa. Olacaq x kvadratı bərabərdir kök altında 5'in kvadratı plus 1'in kvadratı. X kvadratı bərabərdir kök altında 5'in kvadratı 5 plus 1, x kvadratı elədi 6, x elədi kök altında 6. Cavab edəcək A bəndi. Düzbucaqlı üçbucağın hipotenuzu çəkilmiş median deyib ki, medianla gözün biçdik uşaqlar, bu asandır. Amma baxım neçə qədər mən evi vermişəm sizə. İndi baxaq uşaqlar davamına. Düzbucaqlı üçbucağın hipotenuzu çəkilmiş medianla hipotenuzun cəmi. Uşaqlar baxın, xassədir, yenə xassəni bilməlisən. Bu suallar çox düşür, populyar suallardandır. Düzbucaqlı üçbucaqda belə bir qayda var ki,
düz buzaq təpəsindən çəkilmiş median hipotenuzun yarısıdır. Median tapanda hipotenuzun yarısını tapacağım. Deyib ki, düzbucaqlı üstbucaqda hipotenuzu çəkilmiş medianlı deməli, uşaqlar burada C-ni tapsam 2m olacaq da. İndi deyib C da m-nın cəmi 39,2-dir. 2m bərabər üstəgəlsin m bərabərdir 39,2, 3m bərabərdir 39,2, m-nı da tapanda 39,2 3-ə böləndə 13,2. Cavab olacaq 13,2. Cavab C bəndi. Deyib katilləri 12 və 16 olan düzbucaqlı üstbucağın hipotenuza çəkilmiş median uzunluğunu tapmış olur. Deməli, düzbucaqlı üstbucaqdır. Katilləri 12 və 16-dır. Bunu hipotenuzunu tapa bilərəm də. Hipotenuzun belə şifadə tapa bilərsən və ya buna bir dənə A deyərəm. Olacaq A kvadratı. Neçənci sualda? 18-ci sual. A kvadratı bərabərdir 12-nin kvadratı plus 16-nın kvadratı. A kvadratı bərabərdir 12-nin kvadratı 144, 16-nın kvadratı 256, x kvadratı bərabər A kvadratı bərabərdir 400-ə, A deyəcək 20. Tapdım neçə? 20. Düzbucaq təpəsindən çəkilmiş median tapanda hipotenuzun yarısını tapacaqsınız. Eləcə 10. Həmişə qaydamız belədir. Yenə də düzbucaqlı üstbucağın katilləri 5 və 12-dir. Katillər 5 və 12 olanda hipotenuz olur 13. Və ya tapa bilmirsən yenidəcəkdir. Bunun perimetrini tapanda bütün tərəfləri toplayacağım. 5, 12, 13. Toplayanda eləcə 30. Düzbucaqlı üstbucaqda yenə də eyni qaydadır. Düzbucaqlı üstbucaq katillərin hipotenuzu üzərində proyeksiyası deməli düzbucaqlı üstbucaqdır bu. Amma təpə bucağı 90 bu tərəfdə olacaq. Yerini dəyişib yəni. Katillərin hipotenuzun üzərində proyeksiyası bu. Bax bu. Deməli bir dənəsi 16-dır, bir dənəsi 36-dır. Düzbucaq təpəsindən çəkilmiş hündürlük. Uşaqlar, bu hündürlüyü tapanda buna metrik münasibət deyilir. Bax, hündürlüyün kvadratı, h-ın kvadratı bərabərdir. Düzbucaq təpəsindən çəkilmiş hündürlüyün tapılma bir də düstur var. 16 vurma 36. H bərabərdir kök altında 16 vurma 36. 16-dan təbii ki 4 çıxır, 36-dan da 6 çıxır. Deməli 24 olacaq. Bu qədər sadə. Deməli davamına baxaq. Deməli bunu baxaq elə. Başqa vərəq götürün. Deməli 23-cü suala baxacağam. Düzbucaqlı üstbucağın iti bucaq təpəsindən çəkilmiş tən bölən düzbucaqlı üstbucaq. O dəqiqə xassələrin hamısını beyninizdə belə deyim də nizamlayın. Bax bir bucaq 90 dərəcədir. İti bucaqların cəmi belə deyim də 90 dərəcədir. Ondan başqa yan tərəfləri adına katit deyilir. 90 qarşısındakı hipotenuz deyilir. Hamısı qaydaları bilməlisən. Deməli düzbucaqlı üstbucağın iti bucağın təpəsindən çəkilmiş tən bölən qarşıdakı tərəflə. Deməli tən bölən nədir? Tən bölən çıxdığı bucağı 2 hissəyə bölən xəttdir. Bu alifadırsa, deməli bu da alifadır. Bu da 70'dir. 70. Bax, alfa 70, 90, bu olacaq 20. Bu da 20. Niyə? Çünki təminləndə, yenə dediyim kimi, düzbucaqlı üstbucaqda bir iti bucaq 70-dirsə, digərini tapanda 20 olacaq. 20, 20 neçədirsə 40. Deməli, bu bucağı tapanda 90-dan 40-a çıxacam, 50 olacaq. Bizə nə istəmişdi? Üstbucağın böyük iti bucağını tapın, 50 dərəcə olacaq, D bəndi olacaq.
Düzbucaqlı üçbucaqlı hipotenuzu çəkilmiş hündürlük 3, katetlərdən biri 6-dır. İti bucaqlarını tapın. Düzbucaqlı üçbucaqda, deməli 24-cü sual. Üçbucaqda hipotenuzu çəkilmiş hündürlük 3-dür. Deməli, bu belə. Deməli, katetlərdən bir tanəsi, bax, bu oldu 3 hündürlük. Ondan sonra katetlərdən biri 6-dır. Deyib ki, iti bucaqlarını tapın. Bax, uşaqlarım, düşünürsən də 3-dür, 6-dırsa, düzbucaqlı üçbucaqdır. Bax, bu düzbucaqlı üçbucaqdır, bir bucaq 90-dır. Deməli, bu 30 olmalıdır ki, 30-un qarşısında dayanan tərəf hipotenuzun yarısıdır. Deməli, bu 30-dur. 30-dursa, bu iti bucaq nə qədər olacaq? 60 dərəcə olacaq. Cavab belə. Sadəcə bu sınağı salmışdım. Bunu 2 yolla işləyə bilərəm. 1 A-nın kvadratı üstə gəlsin 7 kök altında 3-ün kvadratı bərabərdir 2A-nın kənardan kvadratı. A kvadratı 7-nin kvadratı 49 üstə vuranda 147 bərabərdir 4A kvadratına. 3A kvadratı bərabərdir 147-yə. A kvadratı bərabərdir 49-a. A da olacaq 7-yə. Belə. Deyib tərəflər verilmiş üçbucağın hansı düzbucaqlı üçbucaqdır? Belə bir üçbucaq yoxdur. Fəqərədə bilməlisən. Belə bir üçbucaq yoxdur. 8-8 üçbucaq yoxdur. Amma 8, 15, 17 var. Deməli, Y bəndiymiş. Bunlar da yoxdur. Zaten o da olmayacaq. Niyə yəni? Kök altında 2-nin kvadratından 2-nin kvadratını toplayanda 5 eləmir. 5-in kvadratı eləmir. Bu da eyni qaydadır. Yenə də kat edilən kvadratı A kvadratı plus digər kat edilən kvadratı 36-nın kvadratı bərabərdir A plus 2-nin kənardan kvadratı. A kvadratı plus 36 bərabərdir A-nın kvadratı plus 4A plus 4. Hər tərəfdə A-nın kvadratlarını islah elədiyim. 4A kvadratı bərabərdir 36-dan 4 çıxanda 32. A da bərabərdir 32-nin 4 bölündə 8. Cavab 8 olacaq. C bəndi. Deməli belə, düzbucaq təpəsindən çəkilmiş median. Median yox, hündürlükdür. Bizim AH bölünsün BH hissib. Əla. Baxaq, nə ola bilər? Başqa necə işləyə bilərik buna? AH bölünsün BH. Deməli, bunu başqa necə işləyə bilərik? AH-a X desəm mən, BH-a da Y desəm, bundan işləmək olar. İşləmək olar, amma B çətindir. Baxaq bir dənə. 2 dənə düzbucaq tətbiq edirik. O yolda istəmirəm də. İstədiyim oldu ki, asan yol olsun. O asan yolda baxaq, düşünəcək yoxsa yox. X-in kvadratı plus Y-in kvadratı 6-nın kvadratına bərabər. Düzbucaqlı üçbucaq görə. Bu da olacaq. Başqa bir şey düşünmədim. Bu biraz çətin yol düşünəcəm. Bu olacaq kök altında 100-ün 100 çıxılsın X-in kvadratı. Belə olacaq. O biraz çətindir də. Təbii ki, o çətin olacaq. Bu da Y əvəzinə. Bu da Y əvəzinə. Hipotenuzun kvadratı çıxılsın bu katet, yəni kök altında 36 çıxılsın X-in kvadratı. İndi uşaqlar, bunu yazırıq. Bu metrik münasibətə görə X-in kvadratı bərabərdir. Deməli, 36 kök altında 36 çıxılsın X, 100 çıxılsın X. Nisbətlər də bir ədəd deyil, bir ədəd şəklində deyil. Bunda gələcək
bir kvadratdan gələcək. Mən elə saxlayıram. Bunu saxlayıram ki, gələn dəfələrdən üzr işləmək lazımdır. Oldu uşaqlar. Hələlik 30 sualın izahını verəcəm. Qalanlarını inşallah davam edəcək.